yəqin bilirsiniz 1930-cu ilə rayon kimi, inzibati ərazi vahidi kimi 30-cu ilə təsadüf edir. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən digər rayonlar kimi bu vəhşiliyə Laçın da məruz qalmışdı. Amma qəhrəman ordumuzun, Ali Baş Komandanımızın, Azərbaycan xalqının şanlı, yaddan çıxmayan bu böyük qələbəsi nəticəsində 20-ci ildə Laçın, 22-ci ildə isə Laçın, Sus və Zavuq kəndləri avqust ayının 26-sında erməni tapdağından birdəfəlik azad olundu. Və bugün böyük məmnuniyyət hissi ilə mən sizləri möhtərəm prezidentimizin adından burada bu gözəl, möhtəşəm mənzərənin önündə, Zavuqçay su anbarının önündə salamlayıram. Hamınıza bu gözəl məkana xoş gəlmişsiniz deyirəm və böyük məmnuniyyətlə ilk öncə sözü Cənab Prezidentin səlahiyyətli region üzrə nümayəndəsi Məsim müəllimə təqdim edirəm. Daha sonra isə qarşınızda Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri və işçi komissiyanın sədri Etibar Məmmədova təqdim edəcəm. Məsələn, buyurun. İlk öncə Çox girməyin, yaxına geri saxın çəkmək olmur. Yəqin ki, Laçın rayonuna siz daxil olduğunuz vaxtdan elə demək olar ki, təxminən 1-2 kilometr irəliləndəsiniz. Yəqin ki, yol boyu gördünüz ki, görülən işlərin miqyasına boydadır. Hazırda biz dayandığımız nöqtədə deyə bilərik ki, bizim ətrafımızda 3 mega layihə həyata keçirilir. Biri o deməli, yol boyu üzrə Laçın və irəlidə Kəlbəcər istiqamətində gedən trassa yoludur. İkinci dayandığımız körpünün altındakı elə bu Zavuqçay su anbarıdır. Və üçüncü bizim önümüzdə deməli, həyata keçirilən Güləbil kəndinin tikintisidir. Yəni biz 3 layihənin Bu qarşıda tikilən Güləbil kəndidir. Bəli, Güləbil kəndi. Demək istəyirəm ki, ilk növbədə Laçın rayonu həqiqətən olduqca böyük ehtiyatlara malikdir. İlk növbədə su ehtiyatlarına və o məqsədlə biz gəlmişik ki, bu günləri Zavuqçay su anbarının layihəsi ilə tanış olaq. Layihə 2021-ci ildə başlamışdır və 26 milyon kubmetr su ehtiyatlarına malikdir və əsasən bu suvarma üçün nəzərdə tutulmuşdur. Bundan əlavə indi biz qarşıda daha geniş məlumat verəcəyik. Laçında aparılan yenidən qurma və bərpa işləri barəsində. Ümumiyyətlə bizim bundan əlavə nəzərdə tutulan investisiya layihələri barəsində danışacağıq. Siz bir var mətbuatdan yaxud da televiziyadan gördüyünüz məlumatları daha real yerindəcə gerçək görüb tanış ola biləcəksiniz. Etibar müəllimə istəyərdim ki, daha detallı layihə barəsində desin. Hörmətli Ədalət müəllim, hörmətli Məsim müəllim, hörmətli Tahir müəllim, hörmətli siyasi partiya rəhbərləri. İlk öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mixaylovun salamlarını sizə çatdırıram və sizi Laçın torpağında qarşılamaqdan məmnunluq hissi duyuram və qürur hissi duyuram. Həm Ədalət müəllim, həm də hörmətli Məsim müəllim hər ikisi anbarın yaranması ilə bağlı dedilər. Təbiidir ki, Laçın işğaldan azad olunandan sonra Laçın rayon ərazisində ilk belə möhtəşəm bir layihənin təməli qoyuldu. Təbiidir ki, möhtərəm cənab prezidentin təşəbbüsü ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verilən tapşırıqlardan biri qayıdışdan sonra, yəni əhali geri dönüşü olan zaman kənd təsərrüfatı təyinatlı torpaqların suvarılması ilə bağlı və eyni zamanda içməli su mənbəyi kimi anbarların planlanması və tikilməsi nəzərdə tutulurdu. Məhz bu üstündə dayandığımız su anbarı, Zavuqçay su anbarı, bayaq Məsim müəllim də çıxışında qeyd elədi ki, 26 milyon kub su tutarı olan bir anbardır. 615 metre bu anbarın belə uzunluğudur, 3,5 kilometre isə anbarın uzunluğudur. Ambarda yığılan, toplanan su vasitəsilə həm Laçının bir çox kəndləri, o cümlədən Qubadlı rayonu və Zəngilan rayonunda əkin dövriyyəsinə buraxılan 12,1 min hektar torpağın suvarılması nəzərdə tutulur. Əgər ehtiyac duyularsa, Cəbrayıl rayonunun, Cəbrayıl şəhərinin üzünün və bir neçə qəsəbənin də buradan suvarılması mümkün ola bilir. Və nəzərinizə çatdırım ki, möhtərəm cənab prezident təkcə bu anbarla bağlı yox, eyni zamanda yaxın zamanlarda 91 milyon kub
su tutarı olan anbarın hal-hazırda texniki iqtisadi əsaslanması hazırlanır. Layihə ərəfəsində gələcəkdə həmin anbar da bu çay üzərində inşa olunacaq ki, anbardan həm Qubadlı, həm Zəngilan, həm Füzuli, həm Cəbrayıl, həm Ağdam şəhərinə qədər həm suvarma suyu və həm də içməli su mənbəyi kimi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə bu anbardan Bakı şəhərinə də suyun nəql etdirilməsi layihənin bir tərkib hissəsidir. Təbiidir ki, dünyada gedən qlobal iqlim dəyişiklikləri su ehtiyatlarına ciddi təsir edir. Mətbuat işçiləri, siyasi partiya rəhbərləri bu prosesi təbiidir ki, dərindən izləyirlər. Eyni zamanda ölkəmizdə də gələcək nəsillərin və bugünkü də insanların su qıtlığından vəziyyət çəkməməsi üçün Dövlət Su Ehtiyatı Agentliyinin strateji planları hazırlanır. Böyük anbarlar təkcə Laçında yox, həm Füzulidə, həm Tərtər çayın üzərində, həm Qarqar çayın üzərində və digər çaylarda da bu tipli anbar planlaşdırılır. Həm içməli su mənbələri, həm də gələcək suvarma ilə, yəni kənd təsərrüfatı təyinat torpaqlarının suvarılması üçün kifayət qədər ciddi işlər aparılır ki, bu da gələcək nəsillərin də sudan əziyyət çəkməməsi üçün hesablanmış layihələrdir. Yəni qlobal iqlim dəyişiklikləri su ehtiyatlarına təsirlədiyinə görə də ölkəmizdə su ehtiyatlarının toplanması və su ehtiyatlarından səmərəli istifadə olunması prosesi gedir. Və məhz buna görə də 2020-ci ildə hörmətli cənab prezidentin sərəncamı ilə su komissiyası yaradıldı və o su komissiyası da həm sudan səmərəli istifadə və eyni zamanda su ehtiyatlarının toplanması ilə bağlı konkret strateji planlar hazırlayır. Bir daha burada sizin hamınız görməkdən çox məmnunam, çox şadam. Həm də nəzərinizə çatdırım ki, mən bax olmuşam Laçında 30 ildən sonra Beləliklə, əziz tamaşaçılar, Zabux su anbarındayıq, Laçına gəlmişik və bu bizim hələ ki ilk dayanacağımızdır. Gözəl, möhtəşəm bir görüntü var. Zabux su anbarı və rəsmi informasiyalarını artıq elə rəsmi şəxslər verdilər. Mən isə bu gözəl görüntünü sizə göstərmək istəyirəm. Təbii ki, insan gözü ilə daha gözəl bir mənzərədir. Bura Zabux çayıdır. Laçına səfərimiz davam edir. Gün ərzində əminəm ki, maraqlı reportajları sizinlə bölüşəcəyik.